Aleykümselam və rəhmətullahi və barakatuh. Qardaşım, elə xəbis nəfsli insanlar var. Bir insan harama düşdüsə və yaxud da haramı israrlı şəkildə edirsə, özünü təmizə çıxmaq üçün nə qədər bəhanə, nə qədər bəhanə gətirməyə çalışırsa, nə qədər özünü təmizə çıxmağa çalışırsa, ona əhəmiyyət verməmək lazımdır. Bəli, cahillikdən, imanın zəifliyindən, kişilik xarakterinin azlığından bəzilərində qadın tipli xasiyyətlər var. Və yaxud da qadına meyillik, qabağında əzilib büzülmək, qadına belə necə deyək, belə centilmen kimi görünməyə çalışmaq, qadınları özünə cəlb etməyə. Bunların hamısı əslində nakişiliyin əlamətləridir və yaxud da kişilik vəzifəsində olan nöqsanlığın əlamətlərindəndir. Kişinin heybəti olması lazımdır, kişidə şəxsiyyət olması lazımdır. Xüsusən də bu fitnəli dövrdə sən vəsf elədiyin şəkildədirsə həqiqətən o adamı, nəfsində o adamın ciddi gərginlik var, ciddi çirkinlik var. Gerçək mənada bu adamın islaha ehtiyacı var. Mən sənə tövsiyə edərdim ki, belə tipli insanları əslində evinə buraxmayın və ailəndən olan qadın cinsində olan insanların ona heç salamı da olmaz, heç ona salam da verməsinlər. Qətiyyən, hətta evinə belə adamlar, mən evə buraxmağa məsləhət görmürəm. Sənə də, başqalarına da. Belə qadınpərəst, qadın xarakterli, belə əzilib büzülən adamları gördünsə, onları buraxmayın evə. Onlar adətən özlərini bəyənirlər, nə bilim, nəysə belə çox, yəni ki, nəfsi çirkin, xəbis adamlardır bunlar. Sən ona görə tövsiyə elə, çünki müalicə eləmək silib atmaqdan yaxşıdır. Sən çalış nəsiyyət elə, öncə nəsiyyət elə, təklikdə nəsiyyət elə, münasib bir zaman nəsiyyət elə. Bu xarakterlərin düzgün olmadığı, İslama zidd olduğunu başa sal. Başa sal yine. Görsən, yenə fırlatır sağa sola, nəfsi söhbət eləyir, çəkil adamdan uzaq dur yine, hətta görsən davam eləyir, eləsinə salam da vermə. İxlasla.com saytı tərəfindən təqdim olundu.